Son dövrlər fermerlərə göstərilən diqqət və qayğı yerlərdə fermerlərin fəaliyyətinin daha da genişləndirilməsinə səbəb olub. Əməkdaşlarımız Şəmkir rayonunun Qapanlı kəndində fəaliyyət göstərən fermer Məhərrəm Musayev təsərrüfatında olub və onun fəaliyyəti ilə yaxından tanış olub. Təsərrüfatın iş icraçısı Böyük kişi Musazadə bildirib ki, artıq uzun illərdir ki, fermer Məhərrəm Musayevin rəhbərliyi altında burada onlarla işçi fəaliyyət göstərir. Ümumi ərazimiz 180 hektardan ibarətdir ki, bunun da 1 hektarı heyvandarlığın inkişafı üçün fermadır. Fermada 550 baş əsasən ətlik istiqamətində iri buynuzlu heyvanlar saxlanılır. Heyvanların yem bazasının təmin edilməsi üçün digər ərazilərdə taxıl, yonca və digər dənli bitkilər əkilir. Heyvanların yem bazası əsasən öz ərazimizdən əldə edilir. Bundan əlavə ölkəmizə valyuta gətirmək məqsədi ilə 2 hektar ərazidə istixana salınıb ki, burada yetişdirilən pomidor məhsulu xarici bazarlara ixrac edilir və nəticədə ölkəmizdə xarici valyuta daxil olur. Əsas məqsədimiz isə ölkəmizdə kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaq və yaxın ərazidə yaşayan sakinləri işlə təmin etməklə yeni iş yerləri yaradaraq dövlətin bizə göstərdiyi diqqətin qismən də olsa qarşılığını öz işimizlə göstərməkdir. Biz Şəmkir rayonunun Qapanlı kəndində yaratmışıq təsərrüfatımızı. Bizə ölkə başçımız cənab prezidentimiz İlham Əliyevin göstərdiyi diqqət və qayğını və tapşırıqlarını layiqincə yerinə yetirmişik. Şəmkir rayon Qapanlı kəndində həm fermer təsərrüfatı, həm istilixana təsərrüfatı, istilixanamızda pomidor yetişdiririk. Ferma təsərrüfatımızda yerli və xarici inəklərimizi yetişdiririk. Məhərrəm Musayevin uzun müddətli yanında işləyirik. Neçə nəfər təxminən işləyir? Onlarla burada sakin işləyir, ailəsinə çörək aparır. Mütəmadi olaraq vaxtı-vaxtında əmək haqqı verilir. Ondan keçdi. Yəni Yeməklə? Yeməkdir, isti çaydır, yeri gələndə bu nahar fasiləsidir, çay fasiləsidir. Hamısı vaxtı-vaxtında verilir. Qeyd edək ki, 180 hektar ərazinin əkilməsi, biçilməsi, daşınması, heyvanlar üçün otun doğranması, yemin hazırlanması üçün fermer dövlət dəstəyi ilə güzəştli şərtlə lizinq yolu vasitəsilə hər cür texnika və avadanlıqla təmin edilib. Bundan əlavə təsərrüfata daxil olan bütün texnikalar təsərrüfatın girişində xüsusi məhlul qatılmış su üzərindən keçirilir. Əsas məqsədi isə təsərrüfatın daxilinə hər hansısa bir xəstəliyin daxil olmamasıdır. Qeyd edək ki, gördüyünüz kimi ərazinin giriş hissəsinə su tökülüb və suyun daxilinə xüsusi dezinfeksiya edici məhlul atılıb ki, bura daxil olan bütün avtomobillər isə buradan keçən zaman təkərlər tam olaraq dezinfeksiya olunur və əraziyə daxil olurlar. Bundan əlavə fermer bir çox xeyriyyəçilik işləri ilə də məşğul olaraq kənd qəbirstanlığının abadlaşdırılması, yolların təmir edilməsinə dəstək göstərir. Elvin Qudrətov, Kamran Əski Paralı, Bugün informasiya proqramı üçün.